Bugün ilk dəfə Dünya Türk Dili Ailəsi Günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO tərəfindən 15 dekabr tarixi rəsmi olaraq Dünya Türk Dili Ailəsi Günü elan edilib. Qərar UNESCO-nun 2025-ci ildə keçirilmiş baş konfransında qəbul olunub və türk dilinin dünya miqyasında tanınması, qorunması və təbliği baxımından mühüm tarixi hadisə kimi dəyərləndirilir. Qeyd edək ki, 15 dekabr tarixinin seçilməsi təsadüfi deyil. Məhz bugün 1893-cü il 15 dekabrda məşhur Danimarkalı alim Wilhelm Thomson Orxon Yenisey yazılarını deşifrə edərək türk dillərinin ən qədim yazılı abidələrinin sirrini dünyaya açıb. Bu hadisə türk dilinin tarixi dərinliyini, zənginliyini və mədəni potensialını elmi şəkildə təsdiqləyən dönüş nöqtəsi hesab olunur. UNESCO-nun qəbul etdiyi qərarda vurğulanır ki, türk dili ailəsinə daxil olan dillər bugün Avrasiya məkanında geniş coğrafiyada yayılıb və 200 milyondan artıq insanın ana dili və ya ünsiyyət vasitəsidir. Bu dillər təkcə kommunikasiya vasitəsi deyil, eyni zamanda minilliklər boyu formalaşmış sivilizasiya, dövlətçilik ənənəsi, mədəniyyət və mənəvi irsin daşıyıcısıdır. Beynəlxalq təşkilatın bu addımı türk dünyası üçün simvolik və strateji əhəmiyyət daşıyır. Qərar türk dillərinin qorunması, gənc nəsillərə ötürülməsi, elmi akademik tədqiqatların genişləndirilməsi və beynəlxalq mədəni dialoqda türk dilinin rolunun gücləndirilməsi baxımından yeni imkanlar açır. Türk Dövlətləri Təşkilatı və türk dünyasına aid qurumlar UNESCO-nun bu qərarını tarixi ədalətin bərpası və ortaq mədəni kimliyin beynəlxalq səviyyədə tanınması kimi qiymətləndiriblər. Bildirilir ki, 15 dekabr bundan sonra yalnız bir anım günü deyil, həm də türk dili uğrunda mübarizə aparmış, bu dili yaşatmış və gələcəyə daşıyan bütün nəsillərin xatirəsinə ehtiram günü olacaq. Beləliklə, 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü kimi təsis edilməsi türk dili və türk dünyası üçün qürur verici, gələcəyə ümid verən və mədəni birlik ideyasını gücləndirən əlamətdar beynəlxalq hadisədir. Azərbaycan, Qazax, Qırğız, Türk, Türkmən və Özbək kimi türk dili ailəsinə mənsub dillər təxminən 12 milyon kvadrat kilometr ərazidə 200 milyondan çox insanın vətənidir. Türk dillərində zəngin sənədli irs, eləcə də şifahi ənənələr ondan çox dövlət tərəfindən paylaşılır. Türk dövlətləri Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan çıxış eləyib. Onu 21 ölkə dəstəkləyib.